Herkese salam. Bugün sizlə birlikdə feilin qrammatik məna növləri haqqında cümlələrə baxacağıq. Feilin məlum növü və qayıdış növü arasındakı fərqi məhz bu cümlələr üzərində öyrənəcəyik. Gəlin cümlələri bir-bir nəzərdən keçirək. Məsələn, su duruldu. Gəlin yazaq. Bəs səliqəsiz alındı. Su duruldu. Görürük ki, burada bir feilimizə diqqətlə nəzərdən keçirək. İlk öncə gəlin onu kök və şəkilçiyə ayıraq feilimizi. Sözümüzün kökü olacaqdır. Duru sifəti, l leksik, du isə qrammatik şəkilçi kimi götürülməlidir. Su duruldu birləşməsini bəzən şagirdlər burada həm şəkilçini görərək, həm də mənaya baxaraq onu qayıdış növdə hesab edirlər. Amma və lakin bizim qızıl qaydamız vardır ki, adlardan yaranan bütün feillər məlum növ hesab olunur. Məhz bu feilimiz də, duruldu feilimiz də duru sifətindən yarandığı üçün məhz bu feilimizi biz məlum növdə götürməliyik. Gəlin ikinci feilimizi nəzərdən keçirək. Yazaq. Asif qocaldı. Asif qocaldı. Diqqətlə baxaq. Feilimizi kök və şəkilçi ayıraq. Sözümüzün kökü olacaq. Qoca, l leksik, d qrammatik. Gəlin baxaq görək. Mənaya baxaq. Asif qocaldı. Asifi kimsə qocaltmır ki, hərəkət Asifin üzərində görülüb. Asif qocaldı. Əslində şagirdlər baxarkən fikirləşir ki, şəkilçimiz də var, məna da uyğun gəlir, yəqin ki, qayıdış növdür, amma xeyr. Yenə sözümüzün kökünə baxırıq. Qoca sifətindən qocal feili yaranıb, d isə burada qrammatik şəkilçidir və bayaq qeyd etdiyimiz qayda bu feildə də keçərlidir. Adlardan yaranan bütün feillər məlum növdədir. Burada da feilimiz məhz sifətdən yarandığı üçün məlum növdə götürməliyik.